Allah'ın adı. Bak. Yoska bala. Allah kişinin oğlu. Holdren Shelders'in iyisi de götürdü də bizi. Bak. Masif oğlu. Rəhim bala. Canım. Elə bala məktəbi Gəncə buradır. O, sən kimsən mən bilmirəm. Deyəsən elə məktəb yoxdur, amma elə məktəb bax buradadır. Gəl görəcəksən. Yəni, o birisi tələbiyə keçdiyim dərsi hələ Rəhim balaya keçməmişdim. Amma Rəhim bala oturdu çəkilişdə, keçmədiyim dərsi ifa elədi. Bu da Elə bala məktəbinin gözəlliyidir. Ya Allah! Yoska bala nə deyirsən Rəhim bala? Əla, inşallah. Yəni, gələcək hər şeyi göstərir də. Yəni, burada odur ki, çalışmaq. Yəni, bizdən Allah'a şükür, 4-cü ilinə keçsən, bütün yay, qış, soyuq, palçıq, heç zat qoymadın. Hamısında gəldin, oldun Yoska bala. Rəhim bala, sağ ol. Ay maşallah. Öpürəm. Yoska baladır, Yoska bala. Eldəniz müəllimi Yaşar şeiri, Gəncə şəhəri şeirimizdən Yolçular Mədəniyyət Sarayının qapısı xalqın balalarının üzünə açıqdır. Biz hazırıq qəbul eləyək. Nəyi biliriksə də, onu da tələbələrlə paylaşaq. İndi Yoska bala. Bax, Rəhim baba. Dari bərəmbə də dərəbə.
şey də budur. Allah sizin sənət yolunuzu işıqlı, nurlu, urzulu, bərəkətli eləsin. Xatadan, maladan, mərdi, mazardan, namərddən uzaq olun. Bu sənət yolunda çox çətinliklər var. Nətər deyirlər? Bar verən ağaca daş atan çox olur. Niyə? Çünki o ağacın barından dadmaq istəyirlər, amma onu dadmaq istəmək üçün gərək Eli Bala məktəbinə gələsən, biləsən ki, o ağacın barı, dadı nədir? O da hamısı bax bu sinifdədir. Sağ olun uşaqlar. Əla, gözəl ifadə.